35-ci sual, baxın. Funksiyanın qrafikinə absisi x0 bərabərdir pi bölünsün 8 ilə çəkilən toxunan bucaq əmsalını tapın. Dedik ki, k nə idi? F işdirib x0 törəməsini alırıq, yerinə pi bölünsün 8 yazacağıq. İndi, deyin görüm, kosinus sinus 8x-in törəməsini necə alırıq? Birinci kosinusa baxırıq. Mənfi sinus yenə sinus 8x vurulsun. Sinus 8x-in təzədən törəməsi. Sinus 8x-in törəməsi. İndi buradan davam edək. Mənfi sinus 8x vurulsun. Sinus 8x-in törəməsi nə edir? Kosinus 8x, yenə sinusun törəməsinə baxırıq. Vurulsun təzədən 8x-in törəməsi. 8x-in törəməsi eləyir 8. Buradan davam edək. Mənfi də qabaqda var. Mənfi 8 sinus 8x vurulsun kosinus 8x. Və törəmə oldu bu. İndi gətirib yerinə pi bölünsün 8-i yazmaq lazımdır. Yazar indi yerinə. Bax buna görə f iştirik pi bölünsün 8 bərabər. Mənfi 8 vurulsun sinus 8 vurulsun pi böl 8. Vurulsun bir dəfə də kosinus 8 vurulsun pi bölünsün 8. F iştirik pi bölünsün 8 bərabərdir. Mənfi 8 vurulsun. Sinus, 8-lər 7. Sinus pi nə eləyir? 0. Və sinus 0 nə eləyir? 0. 8-lər yenə 7. Kosinus pi ilə mənfi 1-dir. Da bura nə eləyir eləsin, fərqi yoxdur. 0-a vuranda hamısı eləyəcək 0.